Gecənin qaranlığı hər şeyi görünməz edir. Amma onların baxışları üçün heç nə gizli deyil. Onlar kölgəsiz döyüşçülərdir. İzləri görünməz, adları bilinməz. Amma lazımi yerdə varlıqları hiss olunur. Səssiz hərəkət edirlər. Bir kölgə kimi yox, qaranlığın özünü idarə edən güc kimi. Bu gecə düşmən rahat nəfəs alırdı. O, təhlükəsiz olduğunu sanırdı. Amma təhlükəsiz yer yoxdur. Xüsusilə də onların hədəfində olanda. Bir casus, bir informasiya daşıyıcısı, bir sir. Bu sir düşmənin əlində qalınmalıdır. Gecənin içində bir addım atıldı. Görünməz, səssiz, ani. Bir nəfəslik müddətdə oyun sona çatdı. Heç bir atəş açılmadı. Heç bir iz buraxılmadı. Əməliyyat bitdi. Hədəf artıq təhlükə yaratmır. Mərkəz Kartal 1 danışır. Hədəf operasiyası təsdiqləndi. Kiçik kənd evi. 3 pəncərə, 1 qapı. Ətrafda müdafiə mövqeləri yoxdur. Kartal 1 daxilində neçə nəfər var? Sayımı aparıram. Təsdiq edildi. 4 nəfər hamısı silahlıdır. Oturub müzakirə aparırlar. Onlar döyüş meydanında yox, kölgələrdə vuruşurlar. Onların döyüşü səssizdir, amma nəticələri dünyanı dəyişir. Tarix onların adını yazmır, çünki onlar özləri tarix yazırlar. Mərkəz Kartal 3 danışır. Hədəf müşahidə altındadır. Əlində telefon var. Ətrafı videoya alır. Kartal 3 alındı. Komandaya hazır olmaları barədə məlumat verin. Hədəf təsdiqləndi. Öncü 1 və öncü 2 təsdiq edin. Alındı. Hazırıq. Alındı. Yol tamam saxlanılır. Kartal 3 icazə verildi. Dərhal icra edin. Təsdiq, əməliyyat başladı.
bir sir əbəd olaraq yox oldu. Daha bir təhlükə aradan qaldırıldı. Təxribat pozculuq fəaliyyətinin informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik sahəsində milli təhlükəsizliyimizə qarşı yarana biləcək təhlükələrin qarşısının alınmasında kölgəsiz döyüşçülər hər zaman bir addım öndədir. Çünki bu görünməz qəhrəmanlar hər an işini layiqincə vətən naminə görür. Onların işi görünməzdir. Əməliyyatları məxfi və sirlərlə doludur. Gecənin içində yox olurlar. Gündüzün işığında yenidən formalaşırlar. Səssiz, amma dayanmadan. Azərbaycan Respublikası və vətəndaşları təhlükəsizdir. Çünki onlar buradadır. Biz onları tanımırıq, amma onların sayəsində rahat yaşayırıq. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 106-cı ildönümü münasibətilə bu möhtəşəm və məsuliyyətli işdə xidmət edən hər bir əməkdaşı təbrik edirik. Qəhrəmanlığınız səssiz, xidmətiniz əvəzsizdir.